Salam, hörmətli müəllimlər. Kimya fənni üzrə sertifikasiyadan axırıncı sınavımızın izahına baxırıq. Birinci sualda deyilir ki, müəllim özü də hiss etdi ki, maddə miqdarı Avogadro qanunu mövzusunda keçdiyi dərs şagirdlərə yorucu və sıxıcı gəlir. Belə bir vəziyyətdə müəllimin hansı davranışı uğursuz olardı? Əvvəl bunu işarə eləyək ki, biz uğursuz davranış axtarırıq. Müəllim dərsi maraqlı etmək üçün molekulların modelini quran kiçik qrup oyunlarından və praktiki tapşırıqlardan istifadə edir. Oyunlar və praktiki tapşırıqlar şagirdlər üçün dərsi maraqlı edər. Bu, əlbəttə ki, uğurlu bir addım olar. Belə deyək ki, müəllim lövhədə nəzəri formulları yazaraq geniş izahlar verir. Şagirdləri onu dinləməyə çağırır. Biz sualın şərtindən də oxuduq ki, şagirdlər onsuz da mövzudan yorulub və sıxılıblar. Belə bir məqamda müəllimin sadəcə lövhəyə keçib formulları ard-arda yazması və mənə qulaq asın deməsi şagirdləri dərsdən tamamilə qoparacaq. Bu, pasiv təlim metodudur. Bu, bizə dərsdən sıxılan şagirdləri geri qazanmağa kömək etmir. Əksinə, dərsi daha da maraqsızlaşdırır. Ona görə də bu vəziyyətdə belə bir hərəkət müəllim üçün uğursuz addım hesab olunur. Deməli, düzgün cavabımız olacaqdı B bəndi. Amma digər variantlara da baxaq. C-də deyilir ki, reaksiyaların əmsallaşdırılmasında səhv edən şagirdlərə qarşı sərt reaksiya vermir, onları ruhlandırır və öyrənmə mühitini qoruyur. Şagirdləri qorxutmamaq, səhv etdikdə belə onları dəstəkləmək müsbət öyrənmə mühiti yaradır və bu bir uğurlu addım sayılır. D-də şagirdlərlə birlikdə məişətdə kimya mövzusunda kiçik bir sosial layihə planlaşdırılır. Şagirdləri layihəyə cəlb etmək onların marağını artırır. Bu da uğurlu addım sayılır. Y-də deyir, kimyanın mücərrəd elmi izahları üzərində qurmur, məzmunu real həyatla əlaqələndirir. Kimya kimi mücərrəd dərsləri real həyatla bağlayanda şagirdlər mövzunu daha rahat anlayır və sıxılmırlar ki, bu da uğurlu addım sayılır. Keçək ikinci suala. Uyğun olmayan davranışı seçin. Oksidlərin təsnifatı mövzusunda formativ qiymətləndirmə meyarını müəllim dərsdən əvvəl müəyyən edir. Bu, tamamilə doğru və effektiv bir addımdır. Müəllim dərsin planını və meyarını öncədən hazırlamalıdır və təlim nəticəsidir, meyardır. Bunlar şagirdə öncədən çatdırılsa daha yaxşıdır. Onda şagirdin fəaliyyəti planlı və istiqamətlənmiş olur. B bəndində deyilir ki, laboratoriya işi zamanı şagirdin təhlükəsizlik qaydalarına əməl etməməsi barədə qiymət məktəbli kitabçasında qeyd olunur. Burada uyğun olmayan cavab B bəndidir. Ona görə ki, pedaqoji prinsiplərə və müasir qiymətlənmə qaydalarına görə formativ qiymətləndirmə şagirdin balla və ya rəqəmlə cəzalandırılması, yaxud gündəliyə neqativ bir qiymət kimi yazılması üçün deyil. Əgər şagird laboratoriya təhlükəsizlik qaydasını pozubsa, müəllim ona dərhal müdaxilə etməlidir, qaydanı ona izah etməli və təhlükəsiz mühiti təmin etməlidir. Bunu sadəcə bir qiymət kimi kitabçıya yazıb keçmək şagirdin davranışını düzəltmir və düzgün pedaqoji yanaşmada hesab olunmur. Cəzalandırıcı deyil, istiqamət verici və öyrədici yanaşma əsas olmalıdır. Keçək C bəndinə. Müəllim şagirdin kimyəvi reaksiyaları niyə bərabərləşdirə bilmədiyinin səbəbini araşdırır. Şagirdlərin mövzunu niyə anlaya bilmədiyini, reaksiyaları niyə bərabərləşdirə bilmədiyini araşdırmaq formativ qiymətləndirmənin əsas məqsədidir. Bu, doğru hərəkət sayılır. Öncədən seçilmiş, elan edilmiş meyarlar və təlim nəticəsi şagirdin mövzunu qavramasına yardım edir. Şagird dərsin əvvəlində ondan nə tələb olunduğunu və hara çatmalı olduğunu biləndə daha yaxşı öyrənir və bu da pedaqogikada doğru addım sayılır. Y bəndində məhlullar mövzusunda tənlikdə səhv edən şagirdə müəllim növbəti addımda nə etməli olduğu barədə yol göstərir. Bu, effektiv rəyin ən yaxşı nümunələrindən biridir. Müəllim şagirdə gələcəyə yönəlik istiqamət verir ki, bu da doğru addım sayılır. Düzgün cavab oldu B bəndi. Üçüncü sualda deyilir ki, düzgün çıxarılmayan təlim nəticəsini seçin.
Kurikulum metodologiyasına görə təlim nəticəsi şagird yönümlü, ölçülə bilən və müşahidə oluna bilən olmalıdır. Yəni, dinamik feillərlə ifadə edilməlidir. Bloom taksonomiyasına əsasən fəaliyyət bildirən feillərdən istifadə olunmalıdır. Burada biliklərə malikdir, bilir, başa düşür, öyrənir, oxuyur kimi ifadələrdən istifadə etmək o qədər də effektiv olmur. Çünki bu ifadələr statikdir. Şagirdin həmin biliyə sahib olub-olmadığını birbaşa ölçmür. A bəndində deyir ki, kimyəvi reaksiyaların tiplərini təsnif edir. Təsnif edir, bu ölçülə bilən feildir. Anlama ilə bağlı ola bilər, taksonomiyanın ikinci mərhələsi ilə. Deməli, bunu götürə bilərik. B-də deyir, maddə miqdarı və mol anlayışına dair geniş biliklərə malikdir. Ölçülə bilməyən feildir. Ona görə də B bəndi burada testimizin düzgün cavabıdır. Yəni, o düzgün çıxarılmayan təlim nəticəsidir. C-də deyir, dövrü sistem üzrə elementlərin xassələrinin dəyişmə qanuna uyğunluğunu şərh edir. Bu da olar, anlama ilə bağlı. Laboratoriyada qazların alınması və toplanmasına aid sxemlər qurur. Tətbiq mərhələsi. Məhlulların qatlığına aid hesablama tapşırıqlarını yerinə yetirir. Bu tətbiq mərhələsi ilə bağlı ola bilər. Mən özüm bunu uyğunlaşdırdım ki, yəni görürsünüz ki, həqiqətən də bunları ölçmək mümkündür. Amma B bəndindəki dinamik feil deyil, onu o təlim nəticəsində meyar çıxardıb, ona da şagirdin vəziyyətini ölçüb dəyərləndirmək olmur. Dördüncü sual diferensial təlimlə bağlıdır. Diferensial təlimlə bağlı hansı fikir yanlışdır? Müxtəlif bacarıqlı şagirdləri qoyulmuş təlim nəticələrinə çatdırmağa xidmət edir. Gəlin elə burada dayanıb, ümumiyyətlə bir yadımıza salaq, diferensial təlim nə demək idi? Diferensial təlim eyni sinifdə təhsil alan, lakin bilik səviyyəsi, maraq dairəsi, öyrənmə tərzi fərqli olan şagirdlərin hər birinə fərdi yanaşaraq dərsi effektiv etmək yanaşmasıdır. Burada əsas prinsip nədir? Hədəf hamı üçün eyni olur, lakin o hədəfə çatmaq üçün istifadə olunan yollar fərqlidir. Bax, A bəndində oxuduq. Bu bənd doğru bənddir, çünki elə burada verilənlər diferensial təlimin birbaşa məqsədidir. Sinifdə zəif və güclü şagirdlər ola bilər. Müəllim fərqli tapşırıqlar və metodlar seçməklə onların hər birinin proqramda nəzərdə tutulmuş ümumi hədəfə çatmasını təmin edir. Keçirik B-yə. Dərs prosesində xüsusi fəaliyyətlərlə bağlı tətbiq edilir. Bu da doğru variantdır. Müəllim dərs zamanı şagirdin ehtiyacına uyğun olaraq xüsusi qruplaşmalar, fərqli iş vərəqi, müxtəlif fəaliyyət növləri, məsələn, kiməsə mətni oxutmaq, kiməsə video izlətmək, bunları təşkil edir və bunlara xüsusi fəaliyyət deyilir. Bu da doğrudur. C-də deyir ki, şagirdlərin təlim ehtiyacına yönəlik olur. Diferensial təlim diaqnostik qiymətləndirməklə başlayır. Müəllim şagirdin nəyi bildiyini, nəyə ehtiyacı olduğunu müəyyən edir və dərsi də ona uyğun qurur. Demək, bu da doğru variantdır. D bəndində deyir ki, şagirdlərin potensial imkanları, maraq və öyrənmə tərzlərinə uyğun olaraq hər biri üçün təlim nəticələri müəyyən etməyə imkan verir. Yanlış bu variantdadır, çünki bizə doğru kimi görünə bilər, amma bu hissəyə diqqət edin, hər biri üçün təlim nəticəsi müəyyən etməyə. Onda biz belə çıxır ki, biz sinifdə şagird sayına uyğun, şagird sayı qədər təlim nəticəsi müəyyənləşdirməliyik. Bu yanlışdır. Biz eyni təlim nəticəsində çalışmalıyıq ki, fərqli yollarla şagirdlərimizi çatdıraq. Qapalı, özgüvən hissi aşağı olan şagirdlər üçün daha effektiv olur. Özünə qapanmış və dərsi mənimsəməkdə çətinlik çəkən şagirdlərimiz hamıya aid olan izahda bəzən diqqətdən kənarda qala bilirlər. Amma diferensial təlimdə müəllim onlara öz gücünə uyğun tapşırıq verdiyi üçün həmin şagirdlərdə özgüvən artır, onlar da dərsə cəlb olunurlar. Ona görə də burada bütün variantlar doğrudur, deyilsə yanlışdır. 5-ci sualı deyir, sosial layihələrdə iştirak və könüllü fəaliyyəti ilə məşğul olmaq hansı səriştənin bacarığından irəli gəlir? Azərbaycan Respublikasının ümumi təhsil proqramında şagirdlərdə formalaşdırılması nəzərdə tutulan dəyərlər qrupuna aid səriştələr var. Variantlarda verilən səriştələrin məzmununa diqqət yetirsək, cavabın niyə məhz B variantı olduğunu görə bilərik. Baxın, A-nı oxuyuram, burada əməkdaşlıqdan danışır. Bu, təfəkkür və fəaliyyət qrupuna aid olub, komandada birgə işləmək, ümumi məqsəd üçün başqaları ilə səmərəli
əlaqə qurmaq bacarığıdır. Deməli, A-nı çıxırıq. B-ni saxlayıram axıra. C-də milli kimliyin dərkindən danışır. Şagirdin öz millətini, tarixi, mədəniyyəti, dövlət rəmzlərini tanıması, sevməsi, onunla qürur duyması milli kimliyin dərki deməkdir. D-də demokratiya və insan hüququna hörmətdən bəhs edir. Başqalarının hüquq və azadlığını tanımaq, fərqli fikirlərə dözümlü yanaşmaq bacarığıdır. Deməli, onu da çıxırıq, bu da bizə aid deyil. Y-də deyir ki, şəxsi və sosial məsuliyyət bu səriştə daha çox şagirdin öz hərəkətinin nəticəsini dərk etməsi, etik normalara riayət etməsi, sağlam həyat tərzi, ətraf mühitin qorunması ilə bağlı öhdəliklərini yerinə yetirməsidir. Bəziləriniz sosial layihə ilə sosial məsuliyyəti bağlayıb Y bəndini seçmisiniz, amma əsl cavab B bəndindədir. Fəal vətəndaş mövqeyi şagirdin, cəmiyyətin, dövlətin və xalqın rifahı naminə sosial layihələrdə, ictimai işlərdə aktiv rol oynaması, humanitar aksiya və könüllülük fəaliyyətinə qoşulmasını tələb edir. Ətrafdakı problemləri biganə qalmamaq və onların həllində, sosial layihələrdə iştirak etmək birbaşa fəal vətəndaşlığın göstəricisidir. Ona görə də cavabımız olacaq B bəndi. 6-cı sualda müəllim hər bölmənin əvvəlində diaqnostik qiymətləndirmə aparır, deyir. Şagirdlərin güclü və zəif tərəflərini müəyyən edib dərslərini məhz bu istiqamətdə qurur. Açar məqamları qeyd edək. Diaqnostik qiymətləndirmə aparır, şagirdin güclü və zəif tərəflərini müəyyən edir, dərsini həmin istiqamətdə qurur. Məqsəd şagird çatışmazlıqlarını aradan qaldırmaq, onları daha da irəli aparmaqdır. Bu zaman müəllim hansı prinsipə əməl edir? Hər bir prinsip haqqında indi sizə məlumat verəcəm. B bəndindən başlayıram. Şagird yönümlülük nə deməkdir? Təhsil fəaliyyətinin bilavasitə şagirdin mənafeyinə, maraq və ehtiyacına, meyl və qabiliyyətinə, potensial imkanının inkişafına yönəlməsidir. Burada əsas nəyə diqqət edirik? Şagirdin şəxsiyyətinə və onun istəklərinə. C-də deyir ki, fəaliyyətin stimullaşdırılmasını, mən bunun izahını deyim. Şagirdin təlimə marağını artırmaq üçün onların uğurlarını qeyd eləmək lazımdır. Onları həvəsləndirmək, dəyərləndirmək, rəy vermək, tərifləmək, izləmək. Bu fəaliyyətin stimullaşdırılmasıdır. Pedaqoji prosesin tamlığı. Dərsin öyrədici, tərbiyə edici, inkişaf etdirici funksiyalarının eyni vaxtda kompleks şəkildə həyata keçirilməsi deməkdir. Məsələn, müəllim həm mövzunu öyrədir, həm də mənəvi keyfiyyət aşılayır, həm bu mövzunun tərbiyəvi əhəmiyyətini şagirdə aşılayırsa, o zaman deyirik ki, pedaqoji proses tam olubdur. Dəstəkləyici mühitin yaradılması, bu o deməkdir ki, təhsil prosesi lazımı maddi, texniki baza ilə təmin olunmalıdır. Orada sağlam, mənəvi, psixoloji mühit olmalıdır. Şagird sinifdə özünü emosional baxımdan rahat hiss etməlidir. İndi qaydırıq A bəndinə. İnkişaf yönümlülük nə deməkdir? Şagirdin idrak fəallığının izlənilməsi, nailiyyətlərin təhlil edilməsi, onların zəif tərəflərinin, çatışmazlıqlarının aradan qaldırılması deməkdir. Burada açar məqamlar müəllim şagirdlərin güclü və zəif tərəflərini müəyyən edir. Yəni, müəllim şagirdin mövcud vəziyyətini analiz edir. Çatışmazlıqları aradan qaldırıb onları daha da irəli aparmaqdır. Onun məqsədi bu deməkdir ki, şagirdin zəif cəhətini düzəldərək onu inkişaf etdirmək, növbəti mərhələyə daşımağı hədəfləyir. Qiymətlənmə nəticələrini təhlil edərək dərsin şagirdin ehtiyacına görə tənzimlənməsi və şagirdlərin irəli aparılması inkişaf yönümlülük prinsipinin birbaşa tələbidir. Düzgün cavab olacaq A bəndi. 7-ci sualımız iş üsulları ilə bağlıdır. Burada A bəndində deyir, yaradıcı düşüncəni aktivləşdirir və yeni fikirlər formalaşdırır. Bu doğrudur. 4-in 1KH-dır. Nə, harada, nə zaman, necə, kim, hansı. Şagirdlərin hər hansı bir məsələyə çox şaxəli yanaşmasına, tədqiqat aparmasına, yaradıcı həllər tapmasına kömək edir. B bəndində şagirdlər fəaliyyətə sualları cavablandıran və fikirlərini bölüşən fərdlər kimi başlayır. Cavab olaraq da qartopu texnikası göstərilib. Bu da doğru variantdır.
Burada iş forması getdikcə böyüyür. Şagirdlər əvvəlcə tək başlayır, fərdi düşünür, sonra cütlərdə birləşir, daha sonra dördlük qruplara keçir. Ən sonunda bütün sinif vahid müzakirəyə qoşulur. Düzgün cavabdır bu da. D-də deyir, şagirdlərə düşüncələrini siniflə bölüşmə imkanı verir. Həmçinin öz fikirlərini əsaslandırmağa şərait yaradır. Qarşısında sinif küncləri qeyd olunubdur. Bu da doğrudur. Sinifin künclərinə fərqli mövqelər yerləşdirilir. Razıyam, razı deyiləm, əmin deyiləm. Şagirdlər öz seçdikləri küncə gedir. Orada toplaşan digər yoldaşları ilə müzakirələr həyata keçirirlər. Öz mövqelərini müdafiə edirlər. Lazım gələrsə əgər, onlar mövqelərini dəyişə də bilirlər. Deməli, bu da doğrudur. Y-də müzakirə etməyə, şagirdlərin bir-birinin zəif və güclü tərəflərini öyrənməyə imkan verir. Qarşısına da akvarium qeyd olunur. Bu da doğrudur. Akvariumda daxili və xarici dairələr olur. Daxili dairədəki şagirdlər aktiv müzakirə aparır. Xarici dairədəkilər isə onları dinləyir, meyar üzrə qiymətləndirir, müşahidə edir. Sonra rollar dəyişir. İndi qayıdıram C bəndinə. Burada deyir ki, beyin həmləsi ilə mümkün həll yolları və ideyalar müəyyənləşdirilir, problem həll edilir. Bu, ya elə beyin həmləsi üsuluna aiddir, ya da qərarlar ağacına aid ola bilər. Amma qarşısına Sokrat dialoqu yazılıbdır. Sokrat dialoqu tamamilə fərqli bir üsuldur. Burada müəllim şagirdlərə birbaşa cavab verməyə əvəzinə ona ardıcıl və istiqamətləndirici suallar verir. Şagird öz fikrindəki ziddiyyətləri görür, tənqidi düşünür, arqument gətirir, doğru nəticəyə çatır. İdeya və həll yolları toplamaq bu üsulun əsas hədəfi sayılır. Ona görə də uyğunluq pozulan bənd kimi biz C bəndinə qərar verəcəyik. 8-ci sualda deyilir ki, kimya dərsində şagird lövhədə oksidaşma reduksiya reaksiyasının əmsallaşdırılması tapşırığını həll edə bilmir. Müəllim bütün sinifin qarşısında onun qabiliyyətini aşağılayan kəskin bir ironiya ilə sən hələ sadə bir reaksiyanın elektron balansını qura bilmirsən, səndən onsuz da heç nə gözləmirdim deyərək təbaşiri stolun üstünə çırpır. Sinifdə bir anda ağır bir sükut çökür, şagirdin dolmuş gözləri isə həm qorxu, həm də dərin bir incikliklə yerə zillənir. Mülahizələrdən hansı bu situasiya üçün ən doğru pedaqoji qiymətləndirmədir? Bir neçəsi doğru ola bilər, amma biri ən doğrudur. Müəllimin bu sərt yanaşması şagirdin məsuliyyət hissini artıracaq və onun növbəti dəfə daha yaxşı öyrənməsinə səbəb olacaqdır. Bu tamamilə yanlış variantdır, çünki bu sərt yanaşma məsuliyyəti artırmır, əksinə fənnə qarşı nifrət və psixoloji travma yaradır. B-də deyir, şagirdin yoldaşları yanında aşağılanması onun kimya fənnindən bir dəfəlik imtina etməsinə, tamamilə imtina etməsinə və sinifdəki nüfuzunu tamamilə itməsinə gətirib çıxacaq. Bu da yanlışdır. Niyə? Çünki bu qədər mütləq və belə deyək də dramatik proqnoz qoymaq, bu doğru qiymətlənmə hesab olunmur. Biz deyə bilmərik ki, o şagirdin bu fənnə qarşı marağı tamamilə itəcək, nə də deyə bilmərik ki, şagirdin sinifdəki nüfuzu aşağı düşəcək. Bir dərsdə baş verən bir hadisəyə görə biz belə proqnoz verə bilmərik ki, vəssalam bu şagirdin sinifdəki nüfuzu tamamilə aşağı düşəcəkdir. Ona görə bu B-də doğru deyil. C ilə D-yə sonra baxacaq, Y-yə baxaq. Y-də ki, bu situasiya göstərir ki, müəllim kimya dərslərində diferensial təlim və ya fəal təlim metodlarından düzgün istifadə etmir. Bu sualda bizim əsas böhranımız müəllimin hansı metoddan istifadə etməsi deyil. Burada əsas işimiz birbaşa müəllim-şagird münasibəti və müəllimin pedaqoji etikasıdır. Ona görə biz bunu da doğru qiymətləndirmə saya bilmərik. C və D variantı ikisi də yaxın variantdır. Sadəcə olaraq C-də deyir ki, müəllimin bu davranışı sinifdəki müsbət və təhlükəsiz öyrənmə mühitini korluyur. Müəllimin bu davranışı bu dərslik sinifdəki auranı korlaya bilər. Buralarda qeyd olunsaydı ki, kimya dərsində müsbət və təhlükəsiz öyrənmə mühitini korluyur, bunu qəbul edə bilərdik. Bəlkə də bu kimya dərsindən sonra başqa bir dərs başlayacaqdı, orada yenə də öyrənmə mühiti tam olacaqdı. Buna görə də qərar verə bilmərik ki, sinifdəki müsbət aura məhv olub, deyə bilmərik. Həmin dərs üçün hə, amma burada elə qeyd olunur ki, sanki ümumiyyətlə təhlükəsiz öyrənmə mühiti korlandı.
Digər şagirdlər də səhv etməkdən. Buradan sonraki hissə doğrudur. Qorxduğu üçün kimya dərsinə qarşı maraqları və daxili motivasiyaları azalacaqdır. Yəni bunu hardasa bu dərs üçün qəbul eləmək olar, amma ümumiyyətlə belə bir proqnoz da vermək olmaz ki, digər bütün şagirdlər də səhv etməkdən qorxacaqlar. Yarı düz, yarı səhv var, amma daha doğru D olduğu üçün variant onu seçəcəyik. Müəllimin hərəkəti destruktivdir, bəli. Söhbət bu müəllimdən gedir, müəllimin də hərəkəti destruktivdir. Kimya fənni həm də vizual yaddaş tələb eləyir, bəli. Və müəllim şagirdi fərqli yanaşmalı idi, bu da bəli. Burada verilən fikirlərin hamısı tamamilə doğru qiymətlənmədir. 9-cu sualda deyilir ki, müəllim lövhədə eyni kimyəvi elementlərdən təşkil olunmuş, lakin fərqli struktura malik maddələrin, məsələn, allotropik şəkil dəyişmələrin və izomerlərin formullarını yazır. Bax, bu bir fəaliyyət, bu müəllimə aid idi. O, atomların düzülüş sırası və ya rabitə növü dəyişdikdə, maddənin tərkibi eyni qalsa da, onun fiziki və kimyəvi xassələrinin tamamilə dəyişdiyini nümayiş etdirir. Şagird kimyəvi qanuna uyğunluqların sadəcə atomları mexaniki şəkildə yan-yana düzmək üçün olmadığını, buradan sonrasına xüsusi diqqət, maddənin xassələrinin daxili struktur elementlərinin bir-birindən necə asılı olduğundan irəli gəldiyini qeyd edir. O maddənin quruluşu və xassələr arasındakı asılılığın vahid bir kompleks təşkil etdiyini əsaslandırır. İdrak taksonomiyası bilik və təfəkkür növü olaraq müəyyən edin. Şərtdə qeyd olunur ki, şagird maddənin xassəsinin daxili struktur elementlərinin bir-birindən necə asılı olduğunu, atomların düzülüş sırası və rabitə növü dəyişdikdə xassənin necə kökündən dəyişdiyini araşdırmalıdır. Araşdırma varsa, deməli bu olacaqdır təhlil mərhələsi. O, sadəcə bir faktı götürüb onun üzərində işləmir. Bütöv bir maddəni, onun tərkib hissələrinə ayırır, strukturuna, rabitəsinə, atom düzülüşünə və bu hissələr arasındakı asıllığı, daxili əlaqəni ortaya çıxardır. Elementlər arasındakı əlaqəni, daxili strukturu müəyyən etmək üçün biz təhlil mərhələsinə müraciət etməliyik. Biliyin növünə gəlincə, şagird maddənin quruluşu ilə onun fiziki kimyəvi xassəsi arasındakı əlaqəni, prinsipi, qanuna uyğunluğu dərk edir. İki və daha çox fakt, anlayış arasında əlaqə, səbəb-nəticə münasibəti, ümumi prinsipləri əhatə edən bilik konseptual bilikdir. Və burada maddənin quruluşu və xassəsi arasındakı asıllığın vahid bir kompleks təşkil etdiyini, bu hissə, bu birbaşa konseptual strukturu göstərir. Deməli, bilik də olacaqdır, konseptual bilik. Və qaldı təfəkkürü seçmək. Mətnin son cümləsində birbaşa olaraq açar söz verilibdir. Asıllığın vahid bir kompleks, sistem təşkil etdiyini əsaslandırır. Hissələr və elementlər arasındakı əlaqəni bütöv bir mexanizm, yəni sistem halında görmək, hadisələrə çox şaxəli və bir-birinə bağlı struktur kimi yanaşmağı bacarmaq lazımdır. Və bu, şagirdin sistemli təfəkkürünün göstəricisidir. Bəs görək, niyə digər variantlar olmur? Çünki biz deməli, idrak olaraq təhlili tapmışıqsa, bu anlama deyil. Buradakı fəaliyyət anlamadan daha üstündür. Təkcə mövzunu izah etmir ki, onun daxili strukturu, asıllıqları parçalayır, onu analiz edir. Niyə B-ni seçmədik? Çünki orada ardıcıl təfəkkürdən söhbət gedirdi. Bizim verdiyimiz tapşırıqda proses addım-addım alqoritmlə icra olunmur. Tam əksinə bir sistem olaraq qiymətləndirilir. Niyə C variantını götürmədik? Çünki burada tətbiq və prosedurallıq var. Şagird hər hansı bir məsələni qayda tətbiq edərək həll eləmir. Mövcud modeli struktur baxımından araşdırır. Ona görə də düzgün cavabımız təhlil etmək, konseptual, sistemli və E bəndi olacaq. 10-cu suala deyilir ki, atmosferdə sənaye qazlarının SO2 və NO2 miqdarının artması turşulu yağışların yağmasına səbəb olur. Bu yağışlar həm torpağın strukturunu korlayır, torpağın strukturu bunu
qeyd edək. Həm də tarixi memarlıq abidələrinə zərər vurur. Kükürt dioksidin atmosferdəki su buxarı və oksigenlə reaksiyaya daxil olaraq sulfat turşusuna çevrilməsi reaksiyalarının tənliyini yazın. Tənlik yazmaq. Turşulu yağışların əhəngdaşından tikilmiş tarixi abidələri hansı kimyəvi reaksiya tənliyi ilə aşındırdığını göstərin. Burada biz kimya fənninin iki məzmun xəttinin əlaqəsini görürük. Bunlardan biri kimyəvi reaksiyalar, kimyəvi hadisələr, digəri isə kimya və həyat. Bax, bu turşu yağışlarının əhəngdaşından tikilmiş abidələrə zərər vurması kimya və həyat məzmun xəttinə aiddir. İki məzmun xəttinin əlaqəsini görürüksə, deməli bizdə artıq fən daxili inteqrasiya var. Və biz burada həmçinin atmosfer mövzusu, sənaye qazları, turşulu yağışların torpağın strukturuna təsiri, bunu görürük. Bu isə coğrafiya fənni ilə bağlıdır. Bir də tarixi memarlıq abidələrinin tarixən zərər görməsi, bu da tarix fənni ilə bağlıdır. Deməli, burada həm fən daxili, həm də fənlər arası inteqrasiyanı görürük. Niyə burada fənn üstü inteqrasiya yoxdur? Və yaxud da bizə görünür, amma arxa plana düşür, biz onu götürmürük. Yəni, bəziləriniz düşünürsünüz ki, yağışların əhəngdaşından tikilmiş abidələrə zərər vurmağı fənn üstü ola bilərdi. Əgər bu tip testlərdə şagirddən konkret olaraq kimyəvi reaksiya tənliyini yazın və ya akademik bilik tələb edən tapşırıq icra olunması istənilirsə, bu təhsil proqramı, yəni o fənnin standartı çərçivəsində qalır. Fənn üstü inteqrasiya o vaxt olardı ki, burada layihə əsaslı öyrənmə tətbiq olunsun. Bu bir real həyatı problemdir, amma bunun həlli üçün şagirddən nəsə bir təklif, bir layihə istənilsin, bir aksiya gözləyək. Biz bunu görmədik. Şagirddən belə bir fəaliyyət tələb olunmur. Birbaşa dərsliyin və elmi sualın hüdudlarından kənara çıxılmayıb, sadəcə kimya ilə coğrafiya, tarix fənlərinin əlaqəsini gördük. Ona görə də fənn üstü olan variantlar silinir. Cavabımız olacaq fən daxili və fənlər arası.